Köhnə vaxtlarda indiki kimi deyil idi, insan əməlli başlı əziyyət çəkirdi. Səhər dururdular yuxudan, gedirdilər inəyi sağırdılar, nə bilim qoyunları çıxartırdılar otarmağa, toğların altından yumurta yığırdılar. Ona görə buna hamısına çox böyük enerji lazım idi. Səhər köhnələr duranda əməlli başlı yemək yeyərdilər. Bax mənim nənəmin qardaşları, indi də hələ bir ikisi sağdır ha. Allah olan canını sağ eləsin. Akif dayı var, bir dənə mənim nənəmin kiçik qardaşı. Səhər dünəndən qalan küftə bozbaş, nə bilim belə isti, belə kaloriyalı, can verən belə yeməklər yeyərdilər. O hindilərdə çıxıb, getdi dükandan bir dənə piçenik aldı, çayla içdi, durdu, getdi işə. Ya da ki, ümumiyyətlə heç nə yemədi. Hələ acı qarnına çay, ya da ki, kofa. Əvvəl belə şeylər yox idi. Səhər saat 7-dir, çox asta danışıram, çünki evdəkilər yatıblar. Mən də indi buradan duracağım, belə peşkom gedəcəm işəyə. Bir demək olar ki, 7-8 kilometr. Ona görə səhər ora getməkdən qabaq bir dənə lezzetli bir dənə soyutmadan vuracağım cana, gedəcəyəm. Baxın, bu da soğutma. Onu sizə deyim ki, belə yeməklər bişirəndə hansı sudan istifadə edirsiniz, çox böyük əhəmiyyət daşıyır. Mən məsələn, qarlı su, həmən o brenddən istifadə edirəm. Çox gözəl sudur. Bax, buyurun, baxın, bu Oğuz Qəbələ kəmərindən gələn azonlaşmış, minerallaşmış, təmizlənmiş sudur. 24 saat sifariş qəbul edirlər. Hələ su zavanda bir dənə də pompa sizə hədiyyə verəcəklər. Nömrələrini yazacağım kommentari bölməsində. Köhnələr. Bu da ki, bax, həmən o səhərin gözü açılmamış soyutma. Baxın, görün necə pişib, hə? Lezzetli pişirib, hə? Baxın, görün, baxın. Görürsünüz, necə düşsün, bax, bu soğutma. Göz haqqınızı da halal edin mənə nuş olsun. Bir dənə də sonuncu sual sizə, görüm tapa biləcəksiniz. İndi bir mütəxəssis gözü ilə baxın soyutmaya, deyin mənə görüm. Yerli quzudandır o, yoxsa ki, Manqolistan quzusundan. Bu qədər qəlbdən qəlbə.